Nadir Qafarzadə ot püskürdü. Maskalanıb gəlmirəm, belə gəlirəm, belə də gedirəm. Qafarzadə kimləri yola verir? Hərdən yola ver getsin. Tövsiyədir. Müğənni hansı məşhurun maskasını açdı? Canım, cigərim, zat. Demirəm də sonra nə deyir. Bütün bunlar birazdan. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər zaman pozitiv və açıq sözlü olan Nadir Qafarzadə bu dəfə sükutu pozdu. Maqazin Plus kamerası önünə keçən müğənni bir açıqlamalar etdi ki, gəl görəsən. Qafarzadə üzünü kameramıza tutub show biznesdə maskalananları ağ yuyub qara sərdi. Necəsiz əzizim, nə var nə yox? Yaxşıyam. Sizcə necəyəm? Hər zaman kimi pozitiv, enerji dolu. Və biz sizi hər zaman belə görməyə alışmışıq. Nə qədər yorğun olsanız da, nə qədər... Məndə yola vermək yoxdur. Yığıcı söhbəti mənlikdir. Nədirsə odur. Sevəndə də dürüst sevəcəm, sevməyəndə də dürüst sevməyəcəm. Gələndə də dürüst gələcəm. Yəni maskalanıb gəlmirəm, belə gəlirəm, belə də gedirəm. Nadir deyir ki, arada yola vermək lazımdır. Amma sevmədiyim insanları görəndə belə hərdən gülürəm, yığıcı eləyirəm hərdən. O olur da, onsuz olmaz. Həyatda yığıcı olmasa, yaşamaq olmaz qardaş. Hərdən yola ver getsin. Tövsiyədir. Sizə də tövsiyə edirəm. Burada var, məsəl üçün məclislərə gedəndə yola verdi, yalandan belə gülüşlə yola verirsə elə belə. Var mı? Var. Var. Açıq deyirəm, var. Amma nə maalesef neyniyək ki, yola verməliyik. Yenə də yola verməliyik. Müğənni uzun illərdir show biznesdə gördüklərindən təngə gəlib artıq. Yox, əslində yaxşı bir şeydir. Bəzən o yolu verəndə içinizdə o biraz o sıxıntı var ha. Mənfi aura da o. Amma nə etmirlər? Yenə də yola veririk. Hara baxsan yola veririk də. Mümkün deyil, həyat belədir ki, hamısını sevmək məcburiyyətində deyiləm və heç kim məni sevmək məcburiyyətində deyil hamı. Kimsə də məni yola verir, kimsə də mən yola verirəm. Bu həyatdır. Belə gəlib, belə də olacaq. O qədər bunları görmüşəm. Mən illərdir bu sənətdəyəm də. O qədər yığıcıları görmüşəm ki, buradan canım, cigərim, zat. Demirəm də sonra nə deyir. Niyə də? Niyə belə eləyirlər? Bax Nadir bəy, niyə? Bax gördüm hə ürəyim, canım, həyatım. Keçən kimi hər şey dəyişir. Dəyişir. Özün də bilirsən. Sən də illərdir bu sahədəsən. Yəni niyə dəyişdirirlər? Niyə olduğu kimi deyirlər? Olduğu kimi olsalar onda yaşaya bilməzlər. Çoxları onu qazanc mənbəyi kimi də görür. Yola verdiyi insanlardan da qazanırlar. Mən ananı tanıyıram ki, deyirəm ki, məsəl üçün, sən niyə bunu məclisə çağırmısan? Deyirəm də yola ver geçsin, mənə o lazımdır. Nadir Qafarzadə iki daşın arasında məclisinə kimi gəldi çağıranlara da bir mesaj göndərdi ki, Mən elə şeylərdən nəticə çıxardım, məclisimə hər adamı çağırmaram. Mən o insanı sevməliyəm, sevməliyəm o insanı mən. Çünki o mənim məclisimə gəlirsə, mən onu o məclisə yola verə bilmərəm. Yığıcı olmalıyım. Amma başqa məclisə axı mən çağırmamışam, onu başqa çağırıb deyə yığıcı edirəm, biləsiniz. Amma hamı yox. Faiz var da orada. İstər istəməz o mümkün deyil onsuz. Yığıcı. Yəni yola ver getsin. Nadir Qafarzadə ot püskürdü. Maskalanıb gəlmirəm, belə gəlirəm, belə də gedirəm. Qafarzadə kimləri yola verir? Hərdən yola ver getsin. Tövsiyədir. Müğənni hansı məşhurun maskasını açdı? Canım, cigərim, zat. Demirəm də sonra nə deyir. Bütün bunlar birazdan. Hər zaman pozitiv və açıq sözlü olan Nadir Qafarzadə bu dəfə sükutu pozdu. Maqazin Plus kamerası önünə keçən müğənni bir açıqlamalar etdi ki, gəl görəsən. Qafarzadə üzünü kameramıza tutub show biznesdə maskalananları ağ yuyub qara sərdi. Necəsiz əzizim, nə var nə yox? Yaxşıyam. Sizcə necəyəm? Hər zaman kimi pozitiv, enerji dolu. Və biz sizi hər zaman belə görməyə alışmışıq. Nə qədər yorğun olsanız da, nə qədər... Məndə yola vermək yoxdur. Yığıcı söhbəti mənlikdir. Nədirsə odur.
Sevəndə də dürüst sevəcəm, sevməyəndə də dürüst sevməyəcəm. Gələndə də dürüst gələcəm. Yəni maskalanıb gəlmirəm. Belə gəlirəm, belə də gedirəm. Nadir deyir ki, arada yola vermək lazımdır. Amma sevmədiyim insanları görəndə belə hərdən gülürəm, yuvıcı eləyirəm hərdən. O olur da. Onsuz olmaz. Həyatda yuvıcı olmasa yaşamaq olmaz qardaş. Hərdən yola ver getsin. Tövsiyədir. Sizə də tövsiyə edirəm. Burada var məsəl üçün məclislərə gedəndə yola verdi yalandan belə gülüşlə yola verirsə elə bir. Var mı? Var. Var. Açıq deyirəm, var. Amma maalesef neyniyək ki, yola verməliyik. Elə də yola verməliyik. Müğənni uzun illərdir show biznesdə gördüklərindən təngə gəlib artıq. Yox, əslində yaxşı bir şeydir. Bəs o yolu verəndə içinizdə o biraz o sıxıntı Var, var ha. var, Enerji var. mənfi aura da o. Amma neynəmiyorlar? Yenə də yola veririk. Hələ baxsan yola veririk də. Mümkün deyil, həyat belədir ki, hamısını sevmək məcburiyyətində deyiləm. Və heç kim məni sevmək məcburiyyətində deyil hamı. Kimsə də məni yola verir, kimsə də mən yola verirəm. Bu həyatdır. Belə gəlib, belə də olacaq. O qədər bunları görmüşəm. Mən illərdir bu sənətdəyəm də. O qədər yıvıcıları görmüşəm ki, buradan canım, cigərim, zat demirəm də sonra nə deyir. Niyə də? Niyə belə eləyir? Bax Nadir bəy, niyə? Bax gördüm hə ürəyim, canım, həyatım. Keçən kimi hər şey dəyişir. Dəyişir. Özün də bilirsən. Sən də illərdir bu sahədəsən. Yəni niyə dəyişdirirlər? Niyə olduğu kimi deyirlər? Olduğu kimi olsalar onda yaşaya bilməzlər. Çoxları onu qazanc mənbəyi kimi də görür. Yola verdiyi insanlardan da qazanırlar. Mən də anam tanıyıram ki, deyirəm ki, məsəl üçün, sən niyə bunu məclisə çağırmısan? Deyirəm də yola ver geçsin, mənə o lazımdır. Nadir Qafarzadə iki daşın arasında məclisinə kimi gəldi çağıranlara da bir mesaj göndərdi ki, Mən elə şeylərdən nəticə çıxardıb, məclisimə hər adamı çağırmaram. Mən o insanı sevməliyəm. Sevməliyəm o insanı mən. Çünki o mənim məclisimə gəlirsə, mən onu o məclisə yola verə bilmərəm. Yıvıcı olmalı. Amma başqa məclisə axı mən çağırmamışam, başqa çağırıb deyə yıvıcı edirəm, biləsiniz. Amma hamı yox. Faiz var da orada. İstər istəməz o mümkün deyil onsuz. Yıvıcı. Yəni yola ver, geçsin.